Polşada işləyən Gürcüstan vətəndaşlarının nəzərinə. Polşa Respublikası Gürcüstan vətəndaşları üçün sadələşdirilmiş iş vizasının verilməsini ləğv edir. Dekabrın 1-dən etibarən Gürcüstan vətəndaşları üçün Polşada çalışma icazəsinin alınması ilə bağlı tətbiq olunan sadələşdirilmiş prosedurlar ləğv edilir. Məlumata görə, noyabrın 25-də qəbul edilən sərəncama əsasən, Gürcüstanlı işçilər Polşada çalışma icazəsi əldə etmək üçün bundan sonra standart prosedurlardan keçməli olacaqlar. Qeyd olunur ki, indiyədək işə götürən tərəfindən xüsusi deklarasiyanın doldurulması və onun elektron şəkildə nazirliyə göndərilməsi kifayət edirdi. Sərəncamda həmçinin bildirilir ki, hazırda sadələşdirilmiş icazədən istifadə edən şəxslər sənədin müddəti bitənədək ondan yararlana biləcəklər. Hər bir belə icazənin maksimal etibarlılıq müddəti 2 ildir. Nazirlik açıqlayıb ki, sadələşdirilmiş qaydalar bundan sonra Ermənistan, Belarus, Moldova və Ukrayna vətəndaşlarına şamil olunacaq. Gürcüstan isə müvafiq siyahıdan çıxarılıb.